Salam əziz şagirdlər, indi isə Sadiq dost mətninin 3-cü hissəsinin ev tapşırıqları ilə tanış olaq. Birinci tapşırığımız. Huyuqun hər dəfə hansı ziyarət etməsinin məqsədi nə idi? Onun davranışında hansı ikiyüzlülük nümunələri var idi? Təbii ki, hər dəfə çiçəklərdən ötürü onun qapısına gedərdi, Novruz güllərini yığıb evinə gətirərdi və davranışındakı ikiyüzlülük ondan ibarət idi ki, ona dalbadal təkliflər verirdi ki, ona kömək etsin. Və bu köməklər nədən ibarət idi? Onları cavablandırarsınız. Növbəti tapşırığımız, Hansın həyat tərzi və imkanları Huyuqun istəklərini qarşılayacaq qədər idi uşaqlar? Cavabınızı əsaslandırın. Və onun çətin şəraitini də təsəvvür edin ki, qışda hansı əziyyətləri çəkirdi. Növbəti tapşırığımız, zəhmətkeş insanın zəhməti qiymətləndirilməlidir. Bu fikri mətnə uyğun şəkildə açıqlayarsınız. Yəni, Huyuqun hansısa olan davranışı nə qədər düzgün idi? O dostunun bu fədakarlıqları qarşısında alicənablıq göstərib, hansı ki, özünü həmişə alicənab sayırdı, ona hansı köməklik edə bilərdi? Fikrinizi genişləndirib yazarsınız. Növbəti tapşırığımız isə Hans öz hüquqlarını müdafiə edə bilərdimi? Onun bu qədər itaətkar olması doğruydumu? Bu tapşırığı cavablandırmağı unutmayın və öz hüquqlarını necə müdafiə edəcəyini də qeyd edərsiniz. Sağ olun, gələn dərsimizə qədər.